sistemi xərçəngdən fərqli olaraq bunlarda malpici boruları və xüsusi koksal vəzilərdən ibarətdir. Necədir malpici borusu? Bu elə ki, bağırsaqdır. Bağırsaq dediniz ki, anal dəlik vasitəsilə neynir? Kənar açılır. Həmin malpici borusu bir ucu, belə bir şeydir malpici borusu. Bir ucu kör qurtarır, digər ucu isə hara açılır? Arxa bağırsağa açılır. Artıq ifrazat məhsulları yığılır malpici borularına. Buradan da arxa bağırsaqdan anal dəlik vasitəsilə xaricə açılır. Ona görə, məsələn, sual verirlər ki, ifrazat sistemi həzm sisteminə qarışan canlılar bir malpici borusu olanları götürəcəyik, bir də kloaka dəsti olanları götürəcəyik. Aydınmı? Orada da bilirsiniz ki, kloaka deməli bağırsağın genişlənmiş hissəsidir. Ora həm cinsiyyət, həm də ifrazat sisteminin axarları açılır. Bax, bu da malpici boruları da eynən bağırsaqla əlaqəlidir. Koksal vəzlərin isə axacağı birinci cüt yerimə ayaqlarının dibindən. Baxın, elə ki, burada birinci cüt yerimə ayaqlarının dibindən xaricə açılır. Nə tər ki, çay xərçəngində bığcıqların dibindən açılırdı. Burada da birinci cüt yerimə ayaqlarının dibindən koksal vəzlər neynir? Xaricə açılır. Bax, burada baba sarı var ha. Bax, bu sarı malpici borusudur. Aydındırmı? Sinir sisteminə gəldikdə, baxın, bir ədəd, burada görürsünüz, beyni xatırladan, görürsünüz, nə boyda sinir düyünü var. Eynən kimdə demişdik bunu? Kalmarda demişdik. Yadınızdadırmı? Kalmarda da demişdim, dırnaqcasına beyni xatırladan bir ədəd sinir düyünü və onlardan bütün bədənə şaxələnən nədən ibarətdir? Sinir tellərindən ibarətdir. Xərçəngdə amma demədik ya biz sinir sistemi. Onlarda bir cüt udlaq üstü, bir cüt udlaq altı sinir düyünündən və qarın sinir zəncirindən ibarət idi. Gəlin buradaca deyək, bir cüt udlaq üstü, xərçəngdədir ya bu, udlaq üstü, bir cüt udlaq altı və qarın sinir zəncirindən ibarətdir. Udlaq üstü düyündən gözlərə və bığcıqlara, udlaq altı düyündən ağız aparatına, qarın sinir zəncirindən isə bütün bədənə nə gedir? Sinir gedir. Bu kimdə idi? Xərçəngdə idi. Udlaq altı və udlaq üstü sinir düyünü qarın sinir zəncirindən ibarətdir. Amma burada necə dedik? Beyni xatırladan sinir düyünündən və bütün bədəni şaxələnən sinir tellərindən ibarətdir. Çoxalması müəllimlər təbii ki, ayrı cinsiyyətlidir, mayalanma daxilidir. Eynən nədir bunun adı? Xərçəngdə olduğu kimi dişilər erkəkdən böyük olur. Özdə yumurta qoyandan sonra bunlar ölürlər. Qışda artıq ölürlər. Həmin baramadan sonra yetkin fərd çıxır. Sürfə mərhələsi yoxdur. Demək ki, inkişaf nədir? Düzünədir deyəcəksiniz. Mən bir şeyi burada xatırladım. Əslində belə şeyləri özünüz götürməlisiniz. Amma gəlin dəliklərin ardıcıllığına baxaq. Baxın, öncə ağciyərin dəliyim, sonra baxın bu yumurtalıqdır. Fikir verirsiniz, yumurtalığın, yəni cinsiyyətin dəliyi, onun dalınca traxeyanın dəliyi, onun dalınca tor vəzlərinin dəliyi, onun dalınca anal dəlik. Görürsünüz bədənin altında nə qədər deşik var bunlarda. Ardıcıllıqla bilməlisiniz. Ağciyər, cinsiyyət, traxeya, tor vəzləri, anal dəliyinin dəlikləri. Aydındırmı?